armud necə budanır? İnşallah bildiyim və öyrəndiyimi burada göstərməyə çalışacağım. Armud düzgün budanmayıb, təpə nöqtəsi kəsilib, ümumiyyətlə formada vaxtı ikən düzgün verilmədiyi üçün. İndi bacardığımı, bildiyimi edəcəyəm. Yəni ola bilər ki, hansı mövqelər səhv edə bilərəm. Zəhmət deyilsə rəylərdə qeyd etsəniz çox sevinərəm. Həm mən öyrənmiş olaram, həm izləyicilər, həm də hər kəs maariflənər. Qalan videonun ardı inşallah YouTube-da olacaq. Əsas mən birinci ağacı budamaqdan aşağı hissədən başlayıram. Ola bilir ki, məsələn fiyuxa ağacı olsun, nar ağacı olsun. İndi bunda yoxdur. Ağacların aşağı hissələrində, gövdələrində ola bilir ki. Baxın, burada bu hissədə bu lazımsızdır deyə kəsirəm. Daha sonra buradan çıxan budaq mənə lazım deyil. Burada tumurcuq yoxdur, bir tumurcuqdur. Ona baxacağam. Daha sonra nədir? Baxın, içəriyə doğru olanlar günəş şüasının qarşısını ala biləcək. Bütün budaqları kəsirik. Baxın. Burada indi deyəcəyəm. Getdi. Daha sonra baxın, burada bu bəri böyüyür. Burada da yoxdur, amma bu isə burada kölgə yarada bilər. Yəni günəş şüasını keçirtməyə bilər ki, xəstəlik yarana bilər ki, bu zaman xəstəlikdə arta bilər. İndi bura diqqət yetirəyin. Burada bir məqam var ki, baxın, bu hissədən altdan gəlib, burada çıxıb, sonra bu da belə gedib. Burada çoxlu sıxlıq yaradacaq üçün bunları. Baxın. Telefon biraz zəif çəkə bilər. Üzr istəyirəm. Daha sonra bu buradan kəsilir. Belə getdi. Bu içəriyə doğru böyüyüb olmaz. Daha sonra xəttin üzərində hər şey bura təmizdir. Bir də buna boy taq getməmək üçün baxın, bu hissədən belə bir kəsik atırıq. Daha sonra baxın, burada yoxdur. Vaxtı ikən düzgün forma verilmədiyi üçün bu içəri doğru da kəsilir. Ya da düzgün forma verilmədiyi üçün indi tam forma verə bilmirəm. Amma bacardığımı edəcəyəm. Daha sonra bu xətt üzərində kəsirik. Bu yana tərəf böyüyür. Heç bir problem yoxdur. İçəriyə doğrudur. Görürsünüzmü? Burada gövdəyə günəş işığını düşməyə qoymayacaq bu. Bundan çıxan yarpaqlar. Ona görə kəsirik. İçəridən çıxanların hamısını kəsirik. İçəridən çıxan bütün gövdələri kəsirik. Sonra bu təpə nöqtəsi kəsilir. Əslində kəsilməməli idi. Ona görə baxın buradan forma veririk. Daha sonra bu içəridə olanı da kəsirik. Getdi. Çox gövdə olmağın xeyri yoxdur. Burada isə baxın, bu hissədə də mən buradan biraz yuxarıdan saxlayacağam. Ya da buradan kəsim edəcəm. Burada da buradan getdi. Bu içəriyə doğrudur. Kəsək. Artıq mən elə bilirəm ki, forma verildi. Bu içəridən bu hissəyə geçsə, oradan gəlsə, burada kölgə olacaq. Bu kəsilməlidir. Sonra baxın, bu budaq qalıb. Bu budaq üzərində də gördüyünüz baxın. Hamısını kəsməyi tövsiyə edirəm. Bu hissədən bu tərəfədir. Burada da bir budama əməliyyatı həyata keçirdirik. Bacardığım formanı verməyə çalışdım. Ümid edirəm ki,
doğru edə bilmişəm. Budama əsasən günəş şüasının gövdəyə dəyməyidir. Təbii ki, burada əvvəldən düzgün budama edilmədiyi üçün burada biraz çətinliklər törədir və forma verməkdir. Əsas məhsuldar budaqlar saxlamaqdır və ağacın yetişdirəcəyi meyvəni saxlaya biləcəyi budaqları saxlamaqdır. Nəyisə səhv etmişəmsə rəylərdə yaza bilərsiniz. Oxuyub rəy yazmağa çalışacağam və həm özüm öyrənəcəm, həm də bilmədiyim mövqeləri öyrənəcəm, həm də izləyicilərimiz rəyləri oxuyanda öyrənmiş olacaq. Bu şibiyələr haqqında da videolar çəkmişəm. Yenə də ətraflı məlumatlar verməyə çalışacağam. Səhifəmə abunə olmağı unutmayın. Bildiyimi, bacardığımı çəkib göstərmək istəyirəm, paylaşıram. Yəni keçən ildə lap əvvəldən düzgün budama edilmədiyi üçündür, tam dəqiqi. Amma özüm də budadım, normal bar gətirdi. Yəni heç bar gətirməyən bir ağac idi. Normal bar gətirdi. 5 dənəmi, 6 dənəmi, yoxsa 4 dənəmi belə armud meyvələri gətirmişdi. İnşallah bu ildə gətirər. Sağ olun, var olun.